ilə dalaşmısan. Bir dənə Müsailə yayına qalxa bilər. Əgər uyğundursa, yatmayıbsa, gələcək. Füsu, sənsən? Sənin səhifəndə bu. Hə. Bir dənə zəhmət olmasa misafirə qoşula bilərsən. Güya biz dalaşmışıq. Kaydı eləyin ay qızlar. Canım gözüm necəsən ay Füsu? Amcım necəsən? Sağım Rəhim, sən necəsən? Yaxşıyam. Az fikir verməsən bunlara. Deməmişəm, hamısı abeşliklərdən inşallah. Kababımı ye, həyatıma bax. Necəsən, nə var, nə yox? Yaxşıyım Rəhim, sən necəsən? Yaxşı, yaxşı, şükür Allaha. Sabah dalaşmışıq, mənim xəbərim yoxsa xəbərim yox. Valla mənə də xəbər. Dalaşmışıq. Yəqin qızı yuxu görürlər. Artıq saç yolda çıxarıq, bacı, belə olmur, quru-quru. Abi sən elə. Sənə yaxşısı mən dediyim kimi elə. Sən yatırsan yuxunu onlar görür. Ay Allah. Neymişsən? Neçə gündür deyir ki, can heç nə bacı, dünən restorandan götürüb paket eləmişəm ki, evdə yeyim, onu yeyirəm. Acıdım, boş-boş söhbətlərə qulaq asıb. Deməli, deyirlər, iddialara görə ki, biz dünən dalaşmışıq. Deməli, ay dostlar, mənim yeni, belə deyim, reklam xarakterli insanlar pay göndərir. Kimisi milli paltar göndərdi, kimisi Faberlikin məhsullarını göndərdi, gibi. Kimisi dəstək olur, böyük məbləğində dəstək olur. Paltar, geyim, kosmetika və s. Və mən onlara moderatorluq vermək məcburiyyətindəyəm. Və burada bir insana moderatorluq verirsənsə, bu demək deyil ki, sənin ömür boyu sənin moderatorluğun olmalıdır. Və sən o insanı moddan çıxardırsansa, bu demək deyil ki, sən o ilə dostluq əlaqəvi kəsin, o sənin düşmənindir. Yəni bu kimi düşünən insanlar, mən düşünürəm ki, onların zehnində nəsə problem var ki, elə düşünürlər. Müsailə yazıq qız neçə günü deyir ki, Müjü, gəlim sizə o dərsi tamamlayaq, 2 gün qalıb. Mən sadəcə olaraq Kamila xanımla görüşdüm, bayram abu havasıdır. Həm də ayın 19-u 2 gün bundan qabaq. Müsailənin mamasının ad günüsüydü. Bibiyə də mənə salam deyərsin, ay Müsailə. Aleyküm, az bibini yollamışam Bərdiyə, Bərdə də çef eləyir. Hə, bibinin də adını zat düşdü araya, bayram zat düşdü. Dedim Müsailəyə ki, ay Vüsü, qoy bayramlar qutarsın. Mən də yatım qəşəng istirahət edim. Sən də istirahət edə. 1-2 günə inşallah dirçəlim, görüşərik. Müsailə gəlim. Müsailənin işi oldu. Gələ bilmədi. Sonra da bayram düşdü araya. Mamasının ad günü zadı düşdü. Gələ bilmədi. Buna da bəzi insanlar dırnaq arası düşmənciklərim, düşmən də demirəm. Allah deyirəm insana da düşmən yetirəndə bir dasta oyunu mərd düşmən yetirə ki, o ilə mübarizə aparmaqdan adam zövq alsın. Belə çocuk biraz güclüsü gəlsin də. Bacı belə uşaqla münaqişə ləzzət eləmir. Belə 30 dursun da həqiqətlə. Allah haqqı. Nəvrəyim, canımı sıxma, gör nə deyirəm. Qızlar, inşallah ki, 1-2 günə kimi gedəcəm olaraq, müjicilər, gedəcəm qəşə dırnaqları eləyəcək. Bax, model kimi gəlmək istəyənlər, ödəniş 10 manatdır. Gəlin və bizim mehribançılığımızı görün, boş-boş da danışmayın. Oturun qıraqdan izləyin. Sən gələndə sənin üçün nə pişirsin Müjü? Az, heç nə. Nə pişirim sənin üçün? Kebab mı qayırım, dolma mı qayırım? Ne qayırsın başın sənin üçün? Başı qurur. Heç nə qayırma, gələcəm dırnaqlarımı qayır. İman, atan bir karşılayan 0. Mən futbolu yaxmıdır ama. Canım, ay öpürəm səni. Bugün istirahət eləyim. İnşallah sabah sənkiləşib bir dənə vaxt təyin eləyərik. Sənə də uyğun vaxt olsun, mənə də. Bax. Hə, problem yoxdur. Ürəyim, dərsimiz qutara bilər. Mən bunu demişəm. Sənin reklam, özüm də bu işlə məşğul olsam da, sənin üzərimdə haqqım var.
Sənin reklamlarını həyatımda paylaşacağım. Dünən Kamila xanım da dedi ki, bəs mən Vüsalə xanıma 300 manatlıq prosedur eləmişəm, sənin tanışın idi. Heç dedi pul zat da almamışam, çox sevindim. Dedim ayna gör, doğmalaşır, rəfiqələşir. Dedi, gördüm deyir Vüsalə deyir sənə dəstək olur. Yəni öz sənətini səyi ilə bölüşür. Mən də dedi Vüsalə xanıma belə bir jest eləmək istədim ki, misal üçün 300 manatlıq proseduru mən Vüsaləyə jest elədim. Halal xoşu, dolğu zat, xeyirli olsun, yaraşmışdı bu arada. Çox sağ ol canım, çox sağ ol. Sənə görə oldu, çox sağ ol. Allah razı olsun. Ətrafımla belə mehribansan, həmişə də görüşün, gedin, gəlin. Həmişə də mehriban olun. Öpürəm səni, ay Vüsalə, canım gözüm. Hələlik həyat, görüşmək, danışarıq WhatsAppda. İnşallah yazarsan, hələlik. Balanı fərsən, mamanı fərsən əvəzimdən gələndə. Ağzın şirin olsun, baş üstə. Hələlik yürəm, baxın güllər üstə. Yusuf bəy, canlı yayını qulağınızla qulaq asın. Mən Azərbaycan dilində danışdım. Araya bayramlar düşdü. Vüsalənin mamasının ad günü düşdü. Mən dedim Vüsaləyə ki, bəs 1-2 gün ertəliyək, bayramlar qutarsın, görüşərik. Onsuz da bayramdır. Hamı kimi mən də istirahət eləmək istəyirəm, bacı. O da istirahət eləmək istəyir. Hara qaçırıq ki, bacı? Bayram qutarsın. Bir özümüzə gələk, bir bu şəkər bura paxlavanı bir şol qoğalı həzm eləyək. Gələcəkdə siz niyə narahat olursunuz? Anasının ad günüdür, sən birinci getməliydin o qadın üstünə həqqi. Can, can, can. Xanım, sən narahat olma. Narahat olma. Biz bacardığımız qədər öz hədiyyəmizi varlığımızla hiss etdirmişik ətrafımızda olan insanlara. Sağ olsun doktor Kamila xanım, Vüsalə xanıma 300 manatlıq proseduru mənə görə pay verib, hədiyyə eləyib, dolğu və s. baxım, serumları, özü də bir jestdir biz tərəfimizdən. Yəni ki, ayıb deyib, yəni belə şeylər danışmaq sadəcə ayıbdır. Mən də bacardığım qədər getmişəm, reklamını eləmişəm, canlı yayın açmışam, halal xoş olsun. Mənim onun üzərində haqqım varsa halal xoş olsun, o xanımın da mənim üzərimdə varsa halal xoş olsun. Yəni biz ödəşmişik. Və bundan sonra da baxmayaraq ki, mən özüm də bu dırnaq sənəti ilə məşğul olacağım, ruhuzunu verən Allahdır. Mən Fərişin də işini paylaşacağım, o da dırnaq ustasıdır, canımızdır, cigərimizdir. Vüsalənin də işini paylaşacağım storydə. Yəni bu problem deyil. Mən onsuz da həmişə storydə paylaşırım. Bu bacı nəsə quzu bastırmadı canım, Ləquzu restoranından. Götürdük, aldıq. Dünən Kamilla xanım. Sağ olsun. Sezar salatı da belənci. Bir də kebab. Yox, aksan özü dedi, quzu bastırmadı. Ne oldu Paşinyan? Ne oldu Paşinyan? Ne oldu Paşinyan? Ne oldu Paşinyan? Bəstirdin vermirəm torpaqları vay. Ne oldu Paşinyan? Ne oldu Paşinyan? Qəşəng mahnı ya. Can Beyrim, hoş geldin. Uşaqlar, həqiqətən də dadlı kebab yemək istəyirsinizsə, mütləq İçəri şəhərdə Ləquzu restoranına gedin, peşman olmazsınız. Meri, bəzi dünənləri canlaşmağa başlayanlar iddia edir ki, Vüsü ilə dalaşmışıq, gəl saçı oldu zat. Xahiş elədim Vüsalədən ki, ay Vüsalə, bir də imkan varsa, misafirə qoşula bilərsən, görün biz saçdan dalaşmışıq. Məsələn də məğruzə elədim ki, yəni inciklik olmasın. Bax, burada TikTok'un qayda qanunu var. Sən canlı yayında 30 nəfərdən artıq adama moderatorluq verə bilmirsən. Əgər yeni
belə deyim, sponsorlar varsa, əgər reklam xarakterli gəlirlərsə, sən geri kimsə çıxardasan. Vüsalə də iş güc adamıdır bacı. Onun çox işi gücü, onun maşallah müştərisi də var, tələbəsi də var. Yəni o zaten bütün günü burada gəlib sabit eləmir ki, utanır. Mən ona görə ondan moderatorluq aldım, başqa səhifələrə verdim. Bax, milli paltarı göndərən səhifəyə mod verməliydim, vermişəm. Sonra Faberlik şirkətindən mənə məhsullar bayram hədiyyəsi gəldi. Onlara mod vermişəm. Mən neçə nəfərə, hətta o gün Sarışın özü də deyirdi ki, burada nə var ki, əgər yeni sponsorlar varsa sən onlara mod verməlisənsə, mən özüm çıxa bilərəm moderatorluqla. Problem deyil. Mənim ətrafımda olan yaxşı insanlar, moderatorlar əksinə sevinməlidir ki, Müjgana dəstək gəlir və Müjgan onlara moderatorluq verir. İndi onun da müddəti bitəcək, yenə Vüsalənin moderatorluğunu qaytaracağım və yaxud da yeni moderatorlar gələcək. Moderator tək o demək deyil ki, bu səsdə atır, blokadır. Burada bir neçə kateqoriyada moderatorum var mənim. Mən yayınım profesional yayındır. Başa düşürsünüz, canım gözüm. Abbas Hüseynov, Allah da səni dediyin kimi canım. Git. Hə, burada bir neçə kateqoriyadan ibarət moderatorum var. Var sırf səssiz atmaq üçün. Səssiz və blok atmaq üçün. Var ekran qayd edən səhifələrə moderatorluq vermişəm ki, ekran qayd edirlər. Gəlib yazsınlar ki, misal üçün video paylaşmışam, qoy videoları kəşfətə düşsün, izləyicim çoxdur. Var hörmət əlaməti olaraq moderatorluq verdiyim insanlar ki, gələr nəsə yazar çatda görmərəm, qoy sabitləsin. Və belə insanlar məndə kifayət qədər çoxdur. Təəssüflər olsun ki, 30 nəfərdən artıq insana da moderatorluq vermək olmur. Yəni TikTok'un kuralıdır bu. O qanunu kuralı mən qoymuram. Maaş verirsən muhlara, hə, ayda 10.000 manat. Samolyotlarına benzini mən vururam. Samolyotlarının zapçası zadı mənlikdir. İldə 5 dəfə Avropaya səyahət. Ha, qızlar? Не права она, а не проебана. Ay oy ha. Allah bizi güldürsün. Ne oldu bəs? Müsailədən dalaşmışdım. Ne oldu? Sözüm bitən kimi PK'ye qaçdın. Yazıq. Get biraz da 3 gün sevin. 6-4 nəfərlə oturdun. Yüzdə qalxdı yayının. Lənət belə yayının qalxmağına. Heç vaxtı tərbiyəsiz və kimdənsə abijnik qalan insandan heç kimə kütlü olmur. Bunu yadınızda saxlayın. Bilirsən niyə? O abijnikdir. O heç kimə kütlü olmur. O ancaq getsin o yayından bu yayına, bu yayından o yana söz aparsın, gətirsin. Əgər onlar sənə sadiq, mənim izləyicilərim kimi izləyici olsaydılar, sən oturub keyfin olmayanda da sənin yayınında olardılar. Görürsən, haqqında danışırsan yayının, 90 nəfərə qaldı, getdi, biri kopyaladı, yazdı, müci belədir, müci elədir, müci elədir. Sənə bir sözü 100 dəfə papuqa kimi dedizdirirlər. Belə deyim, sənə mırtlaşıyorlar. Hə, iyi. Sənə mırtlaşıyorlar, vallahi mırtlaşıyorlar. Hə, nə əldə elədin? Amma sən oturursan orada sakit, çay içirsən, yanında 4 nəfər olur. 3 nəfər adam olur. Otur da sən də elə sevilmirsən. Demirsən, mən belə, bağ belə, bolsan belə, o boyda xeyriyyətçisən, sən. Xeyriyyətçisən sən. Olsun da sənin yayında bir, çox demirəm, 500 nəfər. Niyə yoxdur? Çünki heç vaxtı təhqir eləyən abijnik insanlardan heç kimə arxa dayaq təkan olmur, bacı qurban. Arada çata bax. Çat mənə baxsın, mən niyə çata baxıram? Hər kəs öz mərifət qanacağını göstərir çatda. Mən yaxşıları oxuyuram. Mənim gözümdə filtr var. Yaxşı yazıları görürəm. Elədir, Merim, elədir.
Doydum ay Allah. Necə bərəkətli oldu uşaqlar. Yedikcə sanki kebab çoxalır. Kızlar ne kebabdı? Bu kuzu bastırmadı. Toyuq bududur. Bu lülə kebabdan bir tikə qalıb, bu da dənədidir. Gələdin bir hissəsini pişiyə verdim. Dedim bu o yazıqdır. Nəsibini alsın. Onun da payı var, bayram payı. Orada şeydə farqa qabın içində var. Onun da bir hissəsini pişiyimə verdim ki, görüm yiyirsə hamısını verim. Onun da rozisi var, onun da xeyir duası var. Hakkı lezzet elədi. Çox qəşəng hazırlayıblar. Ağac. Kebabı o kadar təriflədim. O bir oğlan var. TikTok'da kətə satır. Deyir, yəni qəşəng kətədir. Lap kebabı onun kimi təriflədim. Güzel gününüz olsun, qəşəng gününüz olsun. Gözəl nitqi var yazan izləyici. Aparıcı deyirsiniz, təşəkkür edirəm ki, mən elə gözəl yerlərə layiq bilirsiniz, orada görürsünüz. Zaten bu platformada elə hər kəs öz yayınının aparıcısıdır. Salam, Nəzarət, necəsiz? Xoş gəldiniz. Bayramınız mübarək. Teşekkür ederim Yusuf Bey. Yox, bayram 31'nə kimi, 30'una kimi gedəcək. 31'i artıq iş günüdür. Rəsmi olaraq ayın 30'una kimi qeyri iş gündür, bayram günüdür. Allah ki, küçəyə çıxsın, hamı bir-birinin bayramını təbrik edir. Çörək bir dilim yedim. Bayram yeməkləri bitənə kimi, ay sağ ol, qəşəng yazdı. Otuz biri bilirəm nə günüdür. Story'də paylaşanda görərsiniz. Biz xüsusi günlərə diqqət edən yayıncılarıq. Həmişə də diqqət eləmişik. Bilirik ay xanım, bilirik. Əziz izləyici, bilirik. "31'nə kimi bayramdır demirəm, deyirəm ki, 31'i artıq iş günüdür, rəsmi iş günü. 30'una kimi bayram günləridir, 31'indən işdir, iş başlayır, iş rejimi. Gevlar məndə səhv tutur. Ay Allah, çıldıracağım. Elə işitdim, dedilər ki, 31'i iş günüdür artıq. Edin, açsınlar takip, problem yoxdur. Çox sağ olun, Əli Əliyev, təşəkkür edirəm. Xoş sözlərinizə görə qarşılıqlıdır. Deyə yazılar, bəli, 31 iş günüdür. Valla nə bilim bacı, mən də eşitdiklərimi yalancısıyam. Ərim də var, uşağım da var mı, neçədən ədir? Azını əri, mənim nəvələrim var, biri İtaliyada oxuyur,
biri Oxfordda oxuyur. Mən belə cavan görsəməmi baxmayıb, bacı botoksdan zatdan. Din nəzarət. Bayaqdan da moderator söhbəti gedir. Mən sırf sponsorlara mod vermişəm. Əsas 30 lira modum var. 30-dan o tərəfə heç kim mod verə bilmirəm. TikTok özü imkan vermir ki 30-dan artıq modum olsun. Heç kimi də tərpədə bilmirəm. Kimisi xonça göndərib, kimisi paltar göndərib, kimisi kosmetika göndərib. Hamısı özünü reklam eləyən səhifələrdir. Mən onlara moderatorluq verməyi borçluyam. Ona görə bayaqları mən dırnaq müəlliməmi belə məcbur moderatorluqdan müvəqqəti uzaqlaşdırmışam. Qızlar, bu bir sözü 100 dəfə inşallah ki yer boşalan kimi yenə verərəm. İndi qoy müddət bitsin. Görsəm ki əgər moderatorluqdan yəni yayına az aktiv olmayanlar var, onları çıxardıb verərəm sizə. Məndən küsməyin, TikTok'dan küsün. Bax TikTok 30-dan artıq moda izin vermir. Mən bu dəqiqə heç kimi çıxarda bilmərəm. Hamısı bayram qabağı dəstək olan insanlardır. Küsməyin. Uşaq sadıq elə, ay Allah, elə bir baxçadayım, küsürlər məndən. Bəs nə Allah hamısının canını sağ eləsin. Əl çək, dostum, birdən çəkmirəm. İtim var, itim yoxdur. Evet, ben çocuğum. Hoşum gəlir də bu şeyin burasından sümüyün. Şükür ey Allah, elhamdülillah. Ay Allah, biz yedi yazaqdıq, sana olmayanlara qismət elə. Allah hər kəsə can sağlığı versin, qazancına ruzi bərəkət versin. Allah heç kimi açlıqla sınamasın. İndi isə hücum. Kamuran bloka. Son dəfə təşəkkürlər. Bilirəm Yusuf bəy. Vallahi burada hicablı da canlaşır. Eyni sözü yazılar. Başı bağlı da canlaşır. Eyni sözü yazılar. Normal yayın aparanı da o sözü yazılar. Mən artıq onları görmürəm. Uzaq başa atıram səslə. Da. Oy ay Allah. Onlar baxır, onların sayəsində insanlar gəlir, hədiyyə atır, hədiyyə verir, mən pul qazanırım, ay bacım. Oy Allah, ayağım üşdü, Allah, ayağımda qarışqalar yeridir, ayağımı tərs qoyub oturmuşdum. Oy Allah, ayağım üşdü, ayağımın üstündə oturmuşdum, şey yığılıb. Qarışqa yığıldı elə bir ayağımın altına, sizdə də olur heç elə. Bildiniz necə? O ayağı üstündə oturanda, ayağın altında qan yığılır, elə bir qarışqalar gəzir, ayağım keydi. Tez kart qoy, tez elə. Bir müddət ehtiyac yoxdur kart qoymağa. Artıq dəstəkçilərim qərara gəlib ki, mənə şəxsi dəstək olsunlar canım. Oy Allah. Banklar da açılsaydı gedib evrolarımı pozdurardım. Qalıflar elə orta aşama. Azı bir pul vahidi var. O başın ortası daz bir kişi. Yaşıl rəngi olan. Az arada bir ondan da atarsınız da ama. Evron yanında yaşıl qəşəng görsənir. Qırmızı yaşıl. Bəh. Nədir onun adı? O yarpaq rəngi olan var, yaşıl rəngi. Elə sevirəm o kişini. Həyatda o kişi qədər heç kimi sevirəm. Qız çox komiksiz. Təşəkkür edirəm. Düşmələrimi çartlatmaqdan zövq alıram.
zilyon idi ha. Ana vətən, təşəkkür edirəm. Allah ana vətənimizi qorusun. Nə bürcüsən? Sizcə nə bürcüyəm? Bilənlər yazmayın, bilməyənlər. Daha Müjgan kayıtda. Amerim Almaniyadan bir dənə qəşəng paltarlar alıb, bir dənə qəşəng Alman sayağı kosmetikalar alıb. Da kutkalar, don, kosmetikalar da. Qaz bürcüyü, ördək bürcüyü. Nə gündədir bu? Gün yox, hani biz raya çatırıq. Ay. Oğlaq, evet. Oğlaq kadınıyım. Özü dekabr oğlağı. Dekabrın 23'üyüm. Sen o sonuncu lardaydı. Sağ olsun doktorumuz. Yine güzel anılar yaşattı bize. Evet. İşte biz böyleyiz bacı gruba. Bizim etrafımızda güzel insanlardı. Mərifətli, işiyle, peşesiyle savadlı insanlardı bize değer verenler. Allah hamısının canını sağ eləsin. Allah bak başı qurban. Bu pislərin ömründən alsın, yaxşılara versin. İlahi amin. Deyirəm, yani burada bağlayıram canım. Gedim istirahət edişin, action. Action. Öpürəm. Attım bir tutan 0 oldu ya. Bunu yazarsan bu məğlubiyyətli bir nəfər. Öptüm. Pakka. Sevirəm sizi. Ne yazır? Mən gəlim elə, mən gəlim hələ. Gələrsən inşallah, sağ salamat getməyirim. Geçen gəzdirərik, pikniyə falan gedərik. Gedim uşaqlar, gedim istirahət edeyim, yorğunam. Qoy bu Zəhramı da ataq bloka. Xoş getdin. Nəyə var gezəcək? Hə. Mary. O maşın teması alınsa var ya. Oy. Bazı alınmasa da bir dəfə sürüb video çəkərəm. Bir dənə tonqal qaldı, bir dənə də ot çərşənbəsi sən gələndə eləyərik. Meri tutayım. Can. Getdim kızlar, öpürəm. Yaxşılar, Allah əmanətsiz. Allah sizi qorusun, Allah sizi pis insanlardan qorusun. Hələlik. Çok prinsipli insanım da. Bacım benim, bacılar, hələlik kızlar. Gittim, sizdə doyum olmaz. Ben kaçar.